Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilərimiz. Gözəl bir evimizin satış təqdimatını edirik. Gözəl bir yerdə, gözəl bir qiymət. Belə bir fərdi yaşayışlı evimiz. Demək, hörmətli izləyicilərimiz, görünüş olaraq 2 mərtəbə görsənir. Amma bunun alt hissəsi tam rahatlıqla 1 etajın hündürlüyüdür. Yəni üst otaqları necədirsə hündürlüyü orada elə. Sadəcə olaraq yer mailliyinə görə belə tənzimlənib. Onu da, yəni onsuz da çəkiliş edib təqdimatımızda, yəni onu da göstərəcək. İlk öncə nəyi vurğulayırıq? Çünki görünüş olaraq bir daha təkrar edirəm. Yəni 2 mərtəbənin görünüşünü verir, amma 3 mərtəbədir. Alt otaqları da saysaq təqribən gedir çıxır belə deyək də 6-7 otağa. Geniş həyəti, sənət çıxarış kupça, bir sözlə hər şey qaydasında. Əsas da ən önəmli sözlə ev yaxşı evdir, keyfiyyətli evdir və qiyməti də çox qəşəng qiymətdir. Bazar qiymətindən aşağı qiymətə qoyulub. Gəlin bir aşağıda qısa bir nəzər yetirək və özünüz də görün. Maşallah. Baxdıq, girdiniz kombi üçün yer nəzərdə tutulub və otaqlardakı baxın bu rahat, hündürlü, beton, monolit. Axıra qədər getməyə ehtiyac yoxdur. Həm də evin arxasında da düzünüzü də olsa təqribən 80 sant yerdə var. Qalxdıq. Demək, belə də ağlayla pilləkən. Bir daha yəni sahəsinə baxaq. Buranın havası tamam başqadır. Həqiqətən Masazır qəsəbəsində ən gözəl hava burada olunur. Təmiz, birbaşa Duzyorun havasıdır. Kimə keçdik daxilə? Baxın dəyərli izləyicilərimiz, pilləkəndə yuxarı qalxdıq. Suharilərin, yəni bu yəni əl tutacaqlar hamısı qoyulacaq. Sadəcə olaraq təmir yenicə bitib. Keçdik qarşıya. Böyük bir dənə salon. 3D formatında gözəl bir dənə TV stendimiz, plafonları, qəşəng qapısı, pəncərə şəbəkə, kum xətlərinə qədər çəkilib. Döşəmə laminat, kollektor sistemi ilə isti pol, sanitar qovşağı, hətta duş kabini içində yer bölgüsü qoyulub. Mətbəxin də bir genişliyinə baxın, hörmətli izləyicilərimiz, həqiqətən də normal bir otağın kvadraturasıdır. Qəşəng yığılır, stol, bir dənə də bura televizor. Yəni yeməyi burada yeyib, belə deyək də asla vaxtınızı keçirə bilərsiniz. Pəncərələrin də hamısı, belə deyək də, bütün otaqlarda var. Keçək üstə bir məlumat da verək. Demək, qalxdıq ikiyə, balkondur üstə. Küçəyə birbaşa. Və otaqlar, 3 otaq. Otaqlarda geniş, fərqli rəng çeşidli. Mən burada nəticələyirəm ki, yəni birbaşa Duzyorun panoramasıdır, baxın. Bu da reallıq. Açdıq pəncərəni. Maşallah. Bir çəkək, görün. Heç vallahi burada kondisionerə də ehtiyac yoxdur. Yenə də ki, təbii ki, özünüz bilərsiniz. Hani o şərait, o hava burada var ki, ona heç kondisionerə ehtiyac yoxdur. Bura 2-ci mərtəbənin sanitar qovşağı və belə bir otağımız da buradadır. Ümumi təmirli, yəni 2 mərtəbəni hesablasaq 4 otaq və altda da 3 otaq. Hamısı bir yerdə 7 otaq. 115 min manatla da satışdadır. Reallıqda belə evlər 130-140 mində həqiqətən də çox indirimdə satılır. Sənət çıxarış kupça. Hətta yerində yenə də indirim olunacaq. Baxın, dəyərləndirin. Çalışdıq ki, tam dolğun məlumat verək. Yenə də suallarınızı ünvanlaya bilərsiniz. Sağ olun, sağlıqla qalın.